Deməli, biz bu günləri keçid edirik modellərə. Migration'larla işimiz bitdi. Hələ ki faktor və CD saxlayırıq. Vacib bir şeydir. Əsas modellərə gəlir. Deməli, model nədir? Burada bizim bütün yaradacağımız modellər bizim əslində hər birisi table'larımızı təmsil edir. Yəni table'lar nədir deyə desək, bizim burada nə table yaratmışıqsa, kateqoriya, gələcəkdə indi 100 dənə table yaradacaq. Onların hər biri üçün model qurmalıyıq. Yəni model nədir? Burada bizim table'ımızı təmsil edəndə table haqqında ümumi hər bir məlumat olmalıdır. Nədir bu məlumatlar? Məsələn, table'ın adı, indi burada table'ın adı yazılmayıb. Normalda table'ın adı bu cür yazılır. Protected $table. Bura table'ımızın adını yazırıq. Amma məsələ odur ki, Laravel bizə deyir ki, mən gəlib klassın adına baxacağam, user adı. Axırına bir dənə cəm artıracağam, users. Mən klassın adını belə tapacağam, yəni sən narahat olma. Hə, əgər durub gizlicə ad qoymusansa table-a, gəl bura onda table-ın adını yaza bilərsən, o ayrı məsələ. Məsələn, tutaq mən bunu buraya yazdım. Sonra burada bizim klass daxilində nələrimiz var? Məsələn, fillable deyə bir anlayışımız var. Fillable nədir? Doldurula bilən, yəni fillable, doldurula bilən. Bu bizim hansı koluma insert data eləyə biliriksə və ya update eləyə biliriksə, bax bunları bura yazır. Yəni bu qədər. Başqa bir izahı yoxdur bunun. Sadəcə doldurula bilən alanlardır. Gəlirik bura protected hidden. Bu məqsədi nədir? Protected hidden'ın məqsədi odur ki, məsələn, tutaq bizim bəzi kolumlar var ki, bu select zamanı görsənsin istəmirəm. Təbii ki, indi hansı select onu deyəcəm qabaqda. Amma select zamanı görsənsin istəmirəm. Sözü buraya yazıram ki, məsələn, adım gəlib password select ulduz from yazdı. Məsələn, passwordu görməsin selectdə. Bu avtomatik hash deyib belə deyək, hə? Hash dəmir burada. Hash kimi. Sadəcə göstərmir selectdə. Ümumiyyətlə göstərən. Ha, okey. Okay. Getdik qabağa, burada cast var. Cast sözün mənası ümumiyyətlə çevirmə deməkdir bildiyim qədərilə. Yəni bir şeyi çevirirsən. Nə məndə? Məsələn, email verified at. Məsələn, bunu deyir ki, date time-a çevir. Bu nə vaxt işimizə yaraya bilər? Məsələn, izah edeyim sizə. Məsələn, burada yazıb password hash. Gəl buradan başlayaq. Bu o deməkdir ki, sən passwordu get hashdə. Yəni cast o deməkdir ki, SQL-dən əldə edəndən sonra Laravelin bir köməkçi funksiyası var ki, sən get məsələn passwordu hashdə, məsələn, bu cür anlayışlar var və yaxud da email verified at date time. Və yaxud da mən bura gəlib yaza bilərəm date. Nədir bu? Tutaq SQL-də bu timestamps'dir. Timestamp bilirsiniz də nədir? İçində həm tarix, həm saat, həm də time zone saxlanılır. Məsələn, bunu deyir ki, get date-ə çevir. Yəni bu olacaq ki, SQL-dən data götürəcək, sonra gedib PHP-nin hazır funksiyaları ilə bunu date-ə çevirəcək sənin üçün. Normalda bunu sən əllə eləmək istəsən nə edərsən? Gedib datanı əldə eləyəndən sonra dövrə salarsan for dövrünü, sonra işte öyrətdiyimiz o date funksiyaları ilə sən bunu date-ə çevirərsən. Amma bu nə deyir? Deyirsən ki, gəl sadəcə bura kolumun adını yaz, tipini ver mənə. Mən SQL-dən götürəndən sonra gedim arxa fonu bunu çevirim. Məsələn, tutaq sən string integer nə ola bilər? Gəlib bunu stringə çevirə bilərsən. Yəni bu cür casting, yəni çevirmə əməliyyatlarını bura yazmağınla bütün select zamanı, yəni SQL selectlərin tətbiq olunur. İndi hələ ki burada çox vaxt itirmək istəmirəm. Gəlin biz nə edək? Özümüzün bir dənə kateqori table qurmuşduq keçən səfər. Buna aid bir model yaradaq. Modeli necə yaradırıq? Ümumiyyətlə yaratmağın kodu PHP artisan make deyənə, PHP artisan make. Buraya yazırıq model. Və modeli yazan sonra table'ın adını yazırıq. İndi table'ımızın adını category S qoymuşuq. Baxın burada cəmdə. Niyə üçün demişdik table'ımızın adı cəmdə olur, standart uyğun olaraq. Amma modelimizin adını təkdə qoyacağıq, kateqori. Və baş hərfi də böyük olmalıdır, bu da standarta uyğun. Enter-ə klik eləyirəm və burada gördüyünüz kimi mənim kateqori table'ım, yəni modelim yarandı. Əslində bir model yaratmağı əllə də eləyə bilərsiniz. Yəni burada durub əllə də klass yaradıb eləyə bilərsiniz. Sadəcə nə etməlisiniz? Sadəcə miras almalısınız modeldən. Yəni modeldən miras alsaz bir şeyi və bir də burada use has factory deyə bir trait var. Bu olsa kifayətdir.
mən bu məsələn bu modelə baxsam, ya bu modelin arxasında bu bir dediklərim var ha. Məsələn, protected dollar table. Məsələn, burada nə var idi? Fillable izah elədim sizə. Burada da fillable. Fillable deyəsəm burada olmalıdır da. Property kimi görmədim. Yəqin bu burada deyil. Yəni bu cür bütün bu miras aldığı bu modeldə hər şey var. İndi mövzumuz məsələn bu deyil. Bu modelin əsas nə üçün olduğunu birazdan indi izah edəcəm sizə. Gəlin biz user kimi biz də özümüz üçün burada nə edək yaradaq. Yenə deyirəm, bura biz protected dollar table yazmağımıza ehtiyac yoxdur. Yazsaz heç bir şey dəyişmir, amma yazmağımıza ehtiyac yoxdur. Çünki gedir bu PHP arxa fonuna, yəni dası whatever cəmləyir və table-ın nə olduğunu tapır. Ona görə bunu siz sübut eləyə bilim deyə komment atıram hələ ki, qalsın belə. Sadəcə nə olduğunu bilin. Protected dollar fillable. Yenə deyirəm, bu hansı koluma insert update eləyə bilərik, onun üçündür. Bizdə nə kolumları var? Bizdə var name idi deyəsəm, bir dənə gəlin migration təzədən baxaq. Name created by var. Gəlin baxaq. Name vergül created by. Düzdür, created by hələ ki heç bir şey insert eləməyəcəm, amma yazaq. Sonra bu created at updated bunu yazmağa ehtiyac yoxdur. Çünki birazdan gələcəm onun yaxşı müsbət tərəfinə ki, müsbət nədir? Bu gedir created at updated avtomatik özü yazır. Bir də biz burasını description əlavə eləmişdik. Gəlin bir dənə buradan baxım. Select ulduz from categories. Desəm migrate sözünü yazmamışıq. PHP artisan migrate yazdıq. İndi bir də baxaq. Description gəldi. Okay. Bir də sizə burada description da yazaq. Description. İndi bir də bizim burada əgər işlətməyə lazım olsa protected dollar guarded bərabərdir. Belə bir propertimiz var. Array propertisi. Bu nə üçündür? Hansı kolumlara ümumiyyətlə insert eləməyə icazə verməyim. Bax, belə bir anlayış da var. Məsələn, məntiqlə siz nəyə insert eləməyə icazə verməzsiniz? Məsələn, ID-yə atıram. Yəni, nə üçün lazımdır? Bu, yəni, istifadəçi durub özü, yəni, developer-da da istifadəçi yox. Developer durub əlindən ID əlavə eləməsin özü. Biz bunu burada özümüz handle elə bilərik. Və yaxud da hər hansı bir kolumunuz ola bilər ki, ora istəmirsiniz nəsə bir şey olsun. Guard etsin, qoruyursunuz. Okay, indi keçək əsas mövzumuza. Yəni bu ümumi bir üzdən göz gətirmək idi table-umuza. Keçdik nəyə? Gəlim controller-a. Controller-da bizim yadınıza gəlsə nə var idi? Create var idi və hansı ki create budur. Biz burada adı yazıb save-ə basanda yazı gəlir burada yoxlanış aparırdı. Yoxlanışlarda name vacib idi və s. Və sonra deyirdik ki, burada database save eləyib səhifəni dava göndəririk. Və database save bizə qalmışdı. O proses necə baş verir, onu izah edirəm. Artıq bu gündən etibarən əlinizlə SQL kodu yazmaq dövrü bitdi. Bunu migration demişdim. İndi burada yenə deyirəm. Nə edəcəyik? Birinci klassımızın adını yazırıq. Klassımızın adı kateqori. Bax bu kateqori yazdım. Burada use-la yuxarı düşdü. Yəni app models kateqori. Sonra nə edirik? Bir dənə query yazırıq. Bu query məqsədi sadəcə bizə instance-ı dava qaytarmaqdır. Bu həm də götürür klassın özünü return eləyir. Və biz bura nə yazırıq? Bizim bir dənə ox atın. Buna baxın bizim SQL ilə bağlı bütün hər bir şeyi bunlar götürüb metoda salıblar. Yəni hər bir şeyin metodu var. Məsələn, first nədir ümumiyyətlə? Bizə fetch var idi, bax. Fetch var idi, fetch all var idi. First bizdə fetchdir. Var bizdə get. Get isə fetch all deməkdir. Bunları əzbərləməyə ehtiyac yoxdur. Hamısını yazı yadda saxlayacağıq. Məsələn, where var, where in var. Sonra left join var. Sonra to SQL var. Bu nədir? Yazdığın klassla kodu SQL-ni qaytarır sənə. Group by, delete, update or create, order by, sonra limitdir və s. countdur və ya nulldur. Məsələn, burada nə qədər burada scroll edin, scrollun uzunluğuna baxın. Yəni 100 dənə şey var da yəni burada. Buna hər birini təbii ki işlətməyəcəksiniz. Yavaş-yavaş işlətdikcə öyrənəcəksiniz. Burada çox qəşəng anlayışlar var. Biz bir çoxunu değinməyə çalışacağıq. Amma və lakin bizim indiki flow'umuz nədir? Flow'umuz odur ki, kateqoriya gəldi bizə onu create elə.
Nə edəcəyik? Onun üçün isə bizə köməkçi metod create-dir. Create bizdən, əgər yadınızdan çıxırsa üstünə klik eləsəz, görəcəksiniz ki, bir array istəyir. Sadəcə deyib mənə array ver ki, mən nəyi create edeyim? Yəni hansı kolonları insert edeyim, belə deyim. Create bizi insert gedir. Mən burada nə deyirəm? Deyirəm ki, get name-ə request-dən gələn name-i at. Sonra deyirəm ki, get description-a request-dən gələn description at. Description. Okay. Yazdım. Bir de create by'ımız hələ ki yoxdur. Niyə? Çünki biz normalda login sistemi yazmalıyıq ki, create by'ımız olsun. Yazı gəlsə create by session'dan gələn ID-dən götürürdük MVC layihələrdə. O olmadığı üçün biz sadəcə bunu yazırıq. İndi bu database save ilə end comment-dən silim. Bu bunun ekvivalentidir. Bu qalsın tamam burada. Okay. Baxın, kodumuz budur. Hansı ki bu kod nəyə bərabər idi o vaxtki dildə desə, yadınıza gəlsə. Nə edirdik? $DB prepare eləyirdik. Insert into table'ımızın adı categories və sonra nə yazırdıq? Kolonların adlarını yazırdıq. Name, vergül, description, vergül. Sonra nə əlavə edirdik? Biz created at, updated at əlavə eləyirdik. Created at vergül, updated at. Sonra buraya yazırdıq ki, values və buraya yazırdım ki, mən nə yazırdıq? Request-dən, yəni postdan gələn bir-bir yazırdıq ki, məsələn, name və bu cür nə nöqtə yazıram, gedirdi kodumuz. Və sonra nə edirdik biz bunu? Bunu bir variable-a mənimsədib, məsələn, $a bərabərdir. $a, məsələn, nə edirdik? Execute edirdik və execute-da da ki, heç burada valuesuz postları yazmırdıq, sual yazırdıq. Biz amma bəli. Sonra bunu biz burada yazırdıq. Postu və s. Buraya yazıram. Post nöqtə gedirdi. Qutardı, getdi. İndi isə bax bunu yazırıq. İndi deyəcəksiniz ki, əslində yolumuz qısalmır axı, yəni əslində böyük bir fərq yoxdur. Bəs bunun müsbəti nədir? Müsbətini izah edeyim sizə. Bir çox müsbət tərəfləri var. Ən sadəsindən başlayaq. Bax siz bir dənə bunu yazmaqla birincisi SQL-də sintaksis yazmaqdan qurtulursunuz. İkincisi bu arxa fonda bunu yazmaqla gedir arxa fonda sizin .environment-də, yəni .environment faylında hansı SQL-ə connect olmuşsa MySQL gedir bunu avtomatik MySQL-ə çevirir. Çünki niyə? Elə ola bilər ki, dillərdə çox oxşardır, amma ola bilər ki, MySQL-də insert kodu fərqli olsun, MS SQL və ya Postgre-də fərqli olsun. Düzdür, fərqli deyil də, amma indi ola bilər ki, olsun. Nə edəcək? Bu gedib arxa fonda bunu həmin dilə konvert eləyəcək. Birinci müsbəti budur. Yəni sizi hər hansı bir SQL sintaksisindən məcbur buraxmır. Bir avantaj budur. İkinci avantaj nədir? Yadınıza gəlirsə biz bir table, hər hansı bir table var, kategoris. Bunu 100 dənə yerdə işlədirdik. Məsələn, blok səhifəsində select listi istirdik. Məsələn, kateqorisi gəlib select edirdik və yaxud da bir səhifədə kateqoriyanı insert edirdik. Bir səhifədə kateqoriyanın məsələn adlarını gətirirdik və s. İndi görün nə baş verir. Biz bunu bir klassla yazmağımızın müsbətinə baxın. Düzdür, belə situasiyalar az olur, amma tutaq ki, sabahsı gün table-ınızın adını dəyişmə qərarını alırsınız. Hər hansı bir table-ın adını dəyişirəm. Tutaq bunun adını dəyişib kateqori qoyuram. İndi düzdür, belə situasiyalar heç olmur demək olar ki, olsa nadirən. Amma müsbətə baxın, gedib hər yerdə table-ın adını dəyişməyəcəksiniz. Köhnədə olsa elə olurdu. Amma indi baxın, bu klası nasıldır deyə, classic geri arxa fonda table oxuyur deyə, avtomatik nə baş vermiş olur? Hər yer avtomatik dəyişmiş olur, yəni table-ın adı. Bax, bir müsbət də budur. Yəni sizin artıq gedib heç yerdən bir statik bir şeydən asılı vəziyyətdə qalmırsınız. Hər şey klass nasıldır? Klass da gedir arxa fonda buna baxır və hər yerə bunu tətbiq eləyir. Bilmirəm, fikrimi çatdıra bildimmi sizə? Aha. Bu da belə. İndi gəlin bu boyda şey danışdıq. Görək ümumiyyətlə işləyəcəkmi? Bizdə nə olmalıdır? Create səhifəsindəyik. Bura nəsə yazacağıq. Hələ description yoxdur. Ona görə bu inanmıram. Bir dənə gəlin input əlavə eləyim. Okay. Bu gələcək store metoduna. Çünki niyə? Mən view-nu açım bir dənə.
Resurs aşağıda. View, kategoriya, create. Okay. Create-də nə yazmışıq? Forumda getsin kategory store-a forum submit olanda. Və bu forum submit olanda gələcək, bura oxuyacaq. Təbii ki, birinci validation-a girəcək. Sonra gələcək database-i create eləyəcək. Sonra gələcək yəni create səhifəsini təzədən yönləndirəcək. Gəlin yoxlayaq. Deməli, yazıram bura məsələn nə? Animal. Save-ə klik eləyirəm. Category created. Çıxdı. Gəlin database-ə baxaq görə düşdümü? Select atıram, baxın animal düşdü. İndi təbii ki, deyəcəksiniz ki, burada description yazmışıq amma düşməyib. Çünki o niyə düşmədi? Bu no olaraq düşdü. Səbəbi odur ki, burada bu edimdə mənim name-i, description olan heç bir şeyim yoxdur. Yəni forumda mənə description adında bir şey gəlmir. Onu da gəlməyini istəsəz, sadəcə bura indi textlərə qoymuram. Tez bir dənə input type text, name-i description, placeholder-a gəlin qoyaq. Placeholder description. Okay. Refresh deyirəm, gəldi. İndi gəlin bunu dolduraq. Fake filtrlə doldurdum. Save-ə klik elədim. Gəlin görək database-mə düşdümü? Baxın, düşdü. İndi bir şeyi də göstərmək istəyirəm ki, gözlə görəsiz onu. Bu fillable komment atıram. Bax, bu kommentə düşsə nə baş verəcək? O baş verir ki, gedir guarda da baxır. Deyir ki, bir dənə ID-ni qoruyuram, vəsə. Uje artıq siz, yəni fillable əslində yazmağınıza məcbur deyilsiniz. Yazmasanız nə olur? Gedib insert eləyəcək. Gəlin baxaq. Səhifəni refresh edirəm. Doldurub save-ə basıram. Getdim. Bunu refresh edirəm. Baxın, düşdü. Name-də düşdü, description-da düşdü. Yəni guarda tək yazmağınız əslində kifayətdir. Sadəcə ora fillable mən niyə görə üstün tuturam? Birincisi bilim ki, nə insert oluna bilər. İkincisi də bunun bir də müsbəti bilirsiniz nədir mənim üçün? Bu mənim şəxsi fikrimdir. Fillable sayəsində görürəm ki, bu klassın bu cür kolumları var. Yəni bir də gedib SQL-i açıb içindən baxmıram. Mən buraya bunu qeyd eləmişəm. Bilirəm ki, hə, bu table-un belə-belə kolumları var. Və bir də bir şeyə nəzər yetirin. Baxın, create that, update that-ə avtomatik düşdü. Niyə? Mən bir yaxın demişdim ki, bunu create edən zaman table-a create that və update that gedir özü avtomatik eləyir. Hətta indi biraz da update yazacağıq. Update eləyən zaman update that özü avtomatik təzələyəcək. İndi birazdan o işləyəcək. Okay. Hələ ki bura qədər bir sual varmı? Migration-dan bunun fərqi nə idi? Bu indi elədiyimizin. Bu prosta data göndərməkdir də, hə? Okay. Migration odur ki, database-də table-ları idarə etmək üçündür ki, məsələn hansı table yaransın, hətta hansı table-a hansı xüsusiyyətlər, yəni constraint-lər verilsin. Yəni ən qədər şey eləmək var. Amma burada isə sadəcə table-lar üzərində əməliyyatlar. O SQL-də var, DDL, DML, bir də üçüncünü unutdum. DCL idi, nə idi? Nə idi onun açılışları? Data manipulation. Bir dəqiqə. SQL, DDL, DML, DCL. Hə. Bunlar nədir? Bax. SQL-də belə bir anlayışlar var. Bunu açaq. Görün bu şəkil kimi aça bildikmi? Okay. Hə, də burada yazıb qayda. DDL odur ki, Data Definition Language. DML, Data Manipulation Language. DCL, Data Control Language. Transaction Control Language də keçəcək, o TCL-dir. Bunlar nədir? Bax, şəkildə qəşəng göstərir. DML açılışı Data Manipulation Language. Yəni, datanı manipulyasiya edirsən, yəni neynirsən? Əldə edə bilərsən, insert, update, delete. DDL odur ki, Data unutdum, Definition Language. Okay. Datanı define, yəni onu açıqla nə olduğunu. Yəni sən nə edirsən? Table-lar qurursan, ha. Bax, onlar datanın açılışları mənasına gəldi. Yəni bu data necə saxlanılacaq, nə cür qaydalarla və s. Bax bu create, alter, drop, truncate. Yəni bunun sayəsində sən table yaradırsan, table silirsən, table-a constraint-lər versən, foreign key, primary key və s. Var. Bizdə də bir də DCL, data control reklam çıxdı qabağımıza. Hə. Data control language. Bu da ki grant revoke. Okay, bu nədir? Bunları keçməmişəm sizə SQL keçəndə. Bunun sayəsində biz
SQL-də user yaradıb, o userə rollar, permissionlar verə bildik ki, məsələn, tutaq mən bir user yaratdım. Adı olsun, məsələn, Murad useri və mən bu Murada vermişəm ki, get environment və yaz, bax, username və parolu yaz, qoşul. Və Murada access verirəm ki, Murad ancaq select edə bilər. Update, insert, delete eləyə bilməz. Yəni bu DCL budur. İndi qaydası olsaq sual var sənin ki, bunun migration-a fərqi nədir? Migration əsasən, bax məcbur deyilsən, əsasən DDL əməliyyatlarını yerinə yetirmək üçündür. Yəni create, alter, drop, truncate bu cür şeylər üçündür. Amma və lakin bu model üzərində sən data manipulation, select, insert, update, delete, yəni bu cür əməliyyatlar eləyə bilirsən. Biz hələ ki təbii ki insert-ə baxdıq. Bu təkcə insert prosesidir. İndi select, update onları da göstərirəm indi. Okey, başa düşdüm. Və bir daha deyim, bu modeli bura çıxartmaqda məqsədim odur ki, bütün proseslər hamısı klass üzərindən idarə olunsun bu cürlə. Belə. Yəni ki, burada baxın yazmadım ki, insert into hara. Bu klassın özündən başa düşdü ki, bu hara insert eləyəcək. Və yaxud da burada düzdür, kolman adını və onun valuesunu yazdım. O da bir zəhmət yazmalıyıq da, yəni belə. Bu cürlə. Okey. İndi davam eləyək. Tutaq ki, kateqoriyalarımızı save elədik. Gəlin bir dənə nə yaradaq? Ana səhifə. Təbii ki, birinci nə etməliyik? Bunları təmizləyim, belə qəşəng rahat olsun. Bundan çıx. Vəsə. İndi tutaq siz bir ana səhifə yaradıb sadəcə datalara baxmaq istəyirsiniz. Hansı ki, biz onu əvvəl eləmişik. Nə edəcəyik? Təbii ki, gəlin birinci bir dənə blade yaradaq. Adını qoyaq. Index .blade.php. Bunu yaratdıq. Və bura biz table yaradıb for each eləyə bilərik. Gəlin belə eləyək. Bunu yaratdıq. Okay. Bir dənə bootstrap 5 table ataq bura. Bootstrap 5 table. Elə bir dənə random wait school'dan götürüm ya da orada skriptlərdə verir. Hazır. Try. Okay. Command A, command C, command A, command V. Atdıq bura. Bu bizim table'ımız. Təbii ki, indi burada T-body hissəsində tierlər bir dənə olacaq. Bunu for each salacağıq. Belə. İndi gəlin nə edək? Başlayaq ən başdan. Birinci bizim var kateqori controllerımız. Hələ ki, gəlin bunun üzərində işləyək. Biz nə etməliyik? Birinci bir metod yaratmalıyıq ki, nəyə görə metod yaradırıq? Root gedib bu metodu oxusun. Adını qoyuram index. Qutardı getdi. Və bu indeksə deyirəm ki, mənə hələ ki heç bir məntiqi kod yazmıram, sadəcə ekrana gətir mənim bu yaratdığım, baxın bu view-nu. Nə edəcək? Return view. Papkamın adı. Özüm belə deyirəm ki, hər şey yaddan çıxıbsa yada salın. Kateqori papkasının içindəki index.php. Nə edirik? Kateqori.index yazdıq, bitdi, getdi. Və indi biz bu metoda bir root vermək üçün nə edirik? Gedirik web.php-nin daxilinə. Oradadır rootların içində web.php. Və indi burada gəlin bir index yaradaq ya da home yaza bilərsiniz, fərqi yoxdur. Getsin index metodunun içinə oxusun və nə etsin? Name-ə qoyuram kateqori.index. Yəni lazım olsa name-i işlədərik. Gəlin baxaq görə işləyəcəkmi? Gəldim bura kateqori index yazdım linkə. Baxın table'um gəldi. Birinci əməliyyatım yerinə yetdi. Gəlin indi görək. Bəs mən bura SQL-dən datalarımı necə çəkib set eləyərəm. İndi ona baxırıq. Getdik. Birinci bizim SQL-də sətirlərimiz nə ola bilər? N nömrə ola bilər. N nömrə DS yazaq bura. Ola bilər name. Ola bilər description. Ola bilər created at. Ola bilər last modified at. Yəni axırıncı update olma tarixi. İndi created by yoxdur deyə çıxartmıram boş-boşuna. Burada 1, 2, 3, 4, 5 dənədirsə burada 5 dənə olacaq. Və indi nə edirəm? Bu təkrarlanan bax budur məndə. Yəni bax bu belə təkrarlanacaq bu cürlə. Mən bunu for each-ə salmalıyam. Nə edirəm? For each-ə salmalıyam əvvəl. O eləyəcək indi. İndi rəski dayanaq burada. Bax mən buradan bir SQL yazıb ora göndərməliyəm ki, buradan for each-ə sala bilim.
Yəni demişdik ki, məntiqi kodlar view-dan əvvəl yazılır və view-a göndərilir. Hansı ki, biz bunu editdə və s. də işləmişdik. Ya belə göstərdim, yadınıza düşsün. Gəlin başlayaq burada. Mən necə edim ki, select ulduz from kateqorisi yazım. Bunu o vaxtı yazmağı bilirdik. Təzə yolla necə yazacağıq? Birinci bir variable yaradırıq. Categories bərabərdir. Yazırım table-ın adı kateqori, query yazıram, yəni bir instance yaratsın deyə, yəni özünü qaytarsın. Və indi burada min cürə yol var. Mən prosta where heç nə istəmirəm və istəyirəm fetch all, yəni hamısı gəlsin. Sadəcə bir dənə get yazıram, qutardı getdi, baxın. Bu arada bunu mən aşağı özüm belə səliqəli salıram, enterə basıb, məcbur deyil belə enterə salmaq aşağı. Mən prosta bunu yazdım, bunu belə enterə basıram ki, qəşəng görsənsin bu cürünə. Всё, qutardı getdi. Yəni nə prepare var, nə execute var, nə fetch all PDO, fetch assoc var, heç bir şey yoxdur. Yəni sadəcə bu qutardı getdi. Əladır. Və indi mən bu yeni compact ilə datanı göndərirəm. Categories. Və indi gəlin, neyniyək? Və bir şey deyim sizə. Baxın, siz bu view-a getməsini istəyirsinizsə, burada return 12 yazsaz, baxın, 12-ni ekrana gətirir. Və siz indi SQL-dən dataların düzgün gəlib gəlmədiyini görmək istəyirsinizsə, bir şey öyrədimsinizsə, bunun əvvəlinə return yazsaz, bu gəlib bura çatmır. Biz də return yazırsa yuxarı, aşağıdakı return oxumur. İndi refreshləsəm səhifəni, baxın, bu mənə SQL nəticəmi göstərir. Yəni siz də əgər SQL nəticənizi sadəcə nəticəni görmək istəyirsinizsə, bax bu cürlə bunu return edib baxa bilərsiniz. Gəlin baxaq. Baxın bir array gəlib. Arrayın içində də 3 dənə array var. Və bu arrayləri açsam, içində nələr var? ID, name, create by, created, updated, description. Yəni nədir bunlar? Mən select ulduz from dediyim üçün bu cürünə gəldi. Yəni əvvəllərdə bu cür gəldi, heç bir fərq yoxdur. İndi təbii ki, mən bunu istəmirəm return olsun. Nə istəyirəm? View return olsun istəyirəm. Getdik view-ya. Buraya yazıram. Add for each. Artıq real nümunənin add for each-i baxırıq. Add for each yazıram. Dollar categories. Baxın, nə PHP tag açdım, nə bir şey. Yəni çox rahat bu view-nun bu ID sayəsində çox rahat işimi görürəm. View yazdım, всё. İndi gəlin bura başlayaq nəyə? Mən yazı gəlir echo demişdim, fiqur mötərizədən olur. Dollar loop index nədir? Mən demişdim ki, dollar i bərabər 0 yazmayaq. Bu loop index bizə sadəcə şeyi verir. İndeksin olduğunu verir. Sıfırdan başlasın istəmirəm, üstünə 1 gəlir. Sonra echo eləyirik dollar kateqoriyanın name'ini. Yəni biz neyini vəbşə? Command D description. PHP Storm'da command, yəni control D bir aşağı sətri kopyalayır, atırır ora. Created at updated at. İndi səhifəni refreshləsəm gəldi. Bir daha gəlin bu yazın silim. Buraya yazaq. Categories. Всё. Gəldi ekrana qəşəng. Burada mənim name'lərim, description'ım, created atim, update'lədim. İndi tutaq ki, sizə bir dərsin əvvəli bir şey demişdim, onu bir dənə göstərim. Kateqoriyanın daxilinə girirəm. Bir şey də demişdim, protected dollar cost demişdim. Bax, bu ilə istəsəz, siz buradakı tarixləri date-ə çevirə bilərsiniz. Bu created-də bir problem olurdu. Gəlin bir dənə baxam, işləyəcəkmi? Görüm created-i tarixə çevirəcəkmi? Created at date. Görüm bu işləyəcək. Hə, işlədi. Prosta götürdü. Bura 00 atdı. Ağıllı. Date yazaq. Görüm bu cürünə format ata bilirəm. Date time yazaq. Yox, atmaq olmur. Tamam, yəni bunu create-də biraz problem yaşar. Sırf create-də SQL var əvvəl özü idarə elədiyi üçün. Bunu boş verin, başqa vaxtda deyinərik. Tamam, nəsə. İndi buraya qədər bir sual varmı hələ ki? SQL-dən dataları ekrana gətirdim. Yox. Aydın. Və bu arada bu hələ sadə bir şeydir. Bunu mən sadə yolla göstərəm. Gələn dərs bunu biraz advanced-ını göstərəcək. Yəni select-lərin where-ləri necə yazılır, custom select necə yazılır, alias necə verilir, hamısını göstərəcəm. Belə ki, sadəcə insert, sadə select ulduz from budur. İndi getdik nəyə? Gedək gəlin bura bir düymə qoyaq. Tutaq da bu düyməmiz bizim olsun create-ə getmək.
onun create getdiyini Laravel'də necə eləyirik? Yəni o izah edeyim. Bura bir düymə atırıq. Məsələn, button. İndi yuxarıda bootstrap var deyə klassa butonu success verib bura create butonu qoya bilərik və buna buton yox, ya da ATG qoyacağam. Çünki yönləndirəcəm. Href qoyuruq. Hrefə də biz nə edirik? Linkimizi yazırdıq yazıda gəlsə. Yəni bu düyməyə basanda mən getsin create səhifəmə. İndi mən nə demişdim? Biz birbaşa linki yazıb linkdən asılı olmamalıyıq. Nə etməliyik? Name yazmalıyıq. Bu name'i necə əldə edirik? Onu necə demişdim? Root funksiyası ilə. Yəni bura bir echo yazırıq. PHP tag'ı da aça bilərsiniz. Bu cürünə belə. Root name'i yazırıq. Root'un qutardı getdi. İndi səhifəni refresh edirəm. Create-ə klik edirəm. Baxın create səhifəsinə gəldi. Yəni ən sadə buradan bu səhifəyə getməyin yolu budur. Href açdıq. Bir də bu rootdan da bax redirect yazırdıq. O vacib deyil. Rootdan qabaq redirect Yox. funksiyası. Bax bu root. Bax belə bir şey izah edeyim. Mənim controllerim var. To root və yaxud da redirect root yazırıq. Bax bunu deyirsən sən öyrətmən. Bunun məqsədi bilirsən nədir? Bu bildiyin PHP-dəki header-dır. Bax header var ya PHP-də. Location bax bu cür. Bax bu to root və yaxud da redirect rootun məqsədi bu header-dır. Amma bunun məqsədi root category name. Bu bir helperdir. Sən bu helperə sadəcə sən rootun adını verirsən, bu gedib sənin rootun ada uyğun linki tapır. Yəni sadəcə bu helperin məqsədi budur. Sənin name'i və əsasən linki tapmaqdır yəni. Bu yönləndirmir, sadəcə linki tapır. Yəni bunu necə sübut edə bilərəm? Bax sağ klik inspect. Butonumu buradan tapıram. Bax butona bax HTTP. Bax kateqori create qoydum biraz. Bax bu sadəcə burada başa düşdüm. linki tapmaq qutardı getdi. Başqa da heç nə. Okay. Amma redirect root isə bildiyin yönləndirmə. Əmr edirsən ki, yönləndir. Bu da belə. İndi nə edirik? Bir səhifədən o bir səhifəyə keçməyi də göstərdim. İndi bizim məşhur bir şey var. Edit səhifəsinin açılmağı. Gəl onu yazaq. Yazıram bura actions və bura yazıram td və bura 2 dənə delete və update edit düymələri qoyaq. Gəlin birinci editdən başlayaq. Deməli ATG bura yazıram edit. İndi font təfsilimdən icon qoymuram. Bura editin, bax rootunu yazmalıyam bu hrefə. Bir də yan bura class butonu primary. Okay, düymələrim gəldi. İndi mən necə eləyim ki, bura root linki vereyim. Bunun üçün birinci gedib edit səhifəsini qurmalısan ki, sonra burada link verə biləsən. Onun üçün niyə? Gəlin başlayaq birinci edit səhifəsini qurmağa. Edit səhifəmiz bizim zibil gündə idi bildiyim qədərlə. Burada it gününə qoymuşuq. Gəlin bunun adını dəyişək, qoyaq. Refactor, rename, test qoyaq. Bizim zaten create səhifəmiz var. Elə edit də onun eynisi olacaq. Create kopyaladım, editi yaratdım. Okay. İndi bizim bildiyimiz bu səhifəmizin hər şeyi hazırdır. Burada action bu olmayacaq. Bunu silirəm. Çünki biz burada update edirik. Save-ə getməməlidir. Bu düymənin adını update qoyaq. Okay. İndi nə edirəm? Burada da kateqori edit qoyduq. Başlayaq indi nədən? Kateqori controller'a gəlirəm. Edit funksiyasının adını test qoyuram. Bir daha gəlin edit funksiyası yaradaq. Public function hər şey sıfırdan edilir. Edit. İndi mən yadınıza gəlsə nəyisə edit deyirəm. Bir şeyi edit eləyəndə mənə nə lazımdır? Edit dediyim şeyin ID-si. İndiki vəziyyəti. Onun ID-si. Nəyi edit edirəm bilim də onu, ona görə. Və nə edirəm? Gəlib buraya yazıram ID. Yəni nə üçün yazıram? ID-ni əldə etmək üçün. Amma bir dənə nüans var. Bizə ID okey gəldi linkdən. Bəs yaxşı, mən indi update eləyəndə kolonları, name-i, description-ı. Bəs mən HTTP forumdan gələn datalar necə əldə eləyərəm? Bunun üçünsə yenə də biz nə edirik? Bura request yazırıq. Əgər bunu yazmaq istəmirsinizsə,
Neyniyəcəyik? Gedib yenidən bir kateqori edit request yaradacaq. Gəlin yaradaq. Nə belə bunu kopyalayıram. Kateqori update qoyaq. Update request. Enter'a klik elədim. Bizim bir requestimiz yarandı. Request authorized true. Bu arada normalda request'i kopyalayıb yaratma var. Gəlib burada PHP artisan make request yazmalısınız. Mən burada getdim bunu kopyaladım. Yəni siz düzgün onu eləyin. Tamam, burada da elə olacaq name'dir və s.dir, vacibdir, description və s. Burada eyni şey olacaq. Yazmıram. Elə ona görə kopyaladım. Amma mütləqdir ki, unutmayın ki, hər yəni editlə create ayrı-ayrı klasslar yaratmalısınız. Yəni gedib bir dənə klass yaradıb onu iki tərəf üçün işlətməyin. Yəni çünki sabahsı gün məntiq dəyişsə qalacaqsınız belə. Yəni mütləqdir ki, bunun üçün ayrı bir klass yaradın. Əgər bu qədər tənbəlsə, validasiya vecizə deyilsə, promo request yazın, qutardı getdi. Amma biz bunu yaratdıq, qaldı burada. Sadəcə təkrar məqsədli yaratdım ki, hər şey yadınıza düşsün. İndi nə edirik? Edit. Bu arada editdə bu lazım deyil. Mən bunu biz update zamanı lazım olacaq. Bu edit hələ səhifəmizin açılmağı üçündür. Tamam, mən burada return view category.edit yazıram. Kateqori.edit səhifəsini yazıram. Gəl indi buna bir root yaradaq. Nə edirəm? Kateqoriyanın editi olsun. Bir də slash linkdə ID-ni yazmalıyam ki, bax burada bu ID istədiyimi qəbul eləyə bilim. İndi burada deyirəm edit metoduna getsin. Rootumun name'i də olsun edit. Qutardı getdi. Və indi nə edirəm? Gəldim, bunu baxıram, buna ehtiyacım yoxdur. Gəlin yoxlayaq görək işləyirmi ümumiyyətlə. Bunu birinci indeksdə hrefə nə yazıram? Root. Rootumun adı olacaq bizdə kateqori.edit qoyduq deyəsən. Baxın, kateqori.edit qoymuşuq. Okey, bəs yaxşı. Bizim bir dənə məsələmiz var ki, biz ID istəyir bizdən. Bəs bu ID necə verəcəyik? Bunu da verməyin yolu budur. Vergül qoyuruq. Bax, bu root özü bir funksiyadır. Vergüldən sonra isə o parametridir. Burada da yazacağıq sadəcə olaraq dollar kateqoridəki ID. Əgər bunu başa düşmürsünüzsə, belə izah edeyim sizə. Bax, bu bilsiz nə deməkdir? Linkimiz nədir bizim? 5. İndi 5-i belə yaza bilməliyik. 5-i necə yazacağıq? Echo dollar kateqoridəki ID. Bax, siz bu cür yazsaz yenə işləyəcək. Məsələ odur ki, bunu belə yazmalısınız ki, məqsəd nədir? Birinci linkdən asılı olmayasınız. İkincisi də ki, yaxşı, linkdən asılı olmadım, neyimi yazdım, bəs parametrinizi göndərəcəm, vergül qoyub bunu yazırsınız. Əgər yenə deyirəm, bu çətin gəlirsə, bu cür də işlədə bilərsiniz. Sadəcə dezavantajını indidən izah elədim sizə, yəni belə. Sual varmı burada? Okey. Yox, başa düşdüm. Okey, indi getdik. Aydındır. Getdik. Error. Deməli nədir errorda? Category.edit not defined root. Deyib, belə bir root tapa bilmirəm. Gəlin baxaq rootlara. Category.edit yazılıb da. Neyə səhv yazmışam? Category.edit. Gəlin bunu kopyalayıram. Gəlin bura atım bir daha. Eyni şeydir. Gəlin bir dənə PHP artisan root clear yazım. Yenə işləmədi. Bir dəqiqə. Category.edit. Burada nə yazmışam? Category.edit yazmışam. Düz yazmışam da, yəni. Mənə niyə belə xəta atır ki bu? Category.edit. Category.index yazsam niyə mən xəta atmayacaq? Yox, atmır. Çox maraqlı. PHP artisan. Yuxarıdakı kimi yazsaq işləyəcək. Bəlkə o yuxarıdakı kimi Echo ilə. Echo ilə. Bir Yəni, daha doğrusu vergüllə yazdı root funksiyasında. O
dedin ikinci dəfə o birisi ilə də yaza bilərik. Onu yoxlayaq görək. Mənə bir şey maraqlıdır ki, bu editdən bir dənədir. Sən nə dedin? Hə bu ahirət bir dənə də yazdı aşağıda. Dediniz B-yə də yaza bilərsən, amma dezavantajı var. Onu yazsaq görən işləyər. O işləyəcək, o heç. Burada error bilsən nədir? Ha. Deyir ki, girir root funksiyasının içinə category.edit adında bir name tapmır deyir mənə. Yəni bunu deyir ki, dediyinə görə bunu tapmır. Gəlmə yaxşı. Bunun adını category.salam qoyaq. Burada gələk category.salam yazaq. Category.salam da yoxdur deyir. Çox maraqlıdır. Niyə belə edir bu? Edit yazdıq. Metodun adı editdir. Hə. Hə, metodun adı editdir. Return view edit deyək. Bəlkə bunu tapmır. Edit.category.edit point.php bunu da yavaş işləyir. Okey. Çox maraqlıdır. Bu niyə belə eləyir? Neysə ki, gözdən qaçırdıram xırda. Vahiyən tezdən run elədim. Bir dənə də optimize clear elədim. Echo yazmışıq. Category.edit yazmışıq. Yaxşı, belə yazaq. Command Z. Bunu comment atıram. Editə klik eləsəm. Edit səhifəsi gedir. Bəs yaxşı. Bunu niyə getmir? Root category.edit not defined command shift F. Hərf səhvi də yoxdur. Niyə belə eləyir ki bu? Category.edit. Bir dəqiqə. Buna baxın burada. Başa düşdüm səhv nədir. Bunlar, baxın 2 dəfə yazmışam əvvəlki dəstə. Bunu silsəm işləyəcək. Heç də. Özümü ziblə saldım. Deməli nədir? 2 dənə eyni linkdir. Nədir? Bunları oxuyanda üst-üstə düşür bu ilə bu. Başa düşdünüz? Linklərə baxın, eynidir. Okeydir Murad? Bu gəlir. Aşağıda da var idi var. Hə. Bu 5-ci sətr. Hə, bu. Fikirləməmiş. Əvvəlki dəstə. Yəni 2 dənə link olduğu üçün gedir override. Tamam, indi burada baxın bunu təmiz silirəm kökdən. Okay. Editə bassam gəlib düşür bura. Bax, yuxarı baxın 1. İndi buna bassam, baxın 2. Buna klik eləsəm 3. Ya bu ID-dir. Və artıq bir də bir şeydən də qurtulmuş olduq. Yazılı gəlsə biz sual ID bərabərdir 1 yazırdıq. Amma indi ID 1 yazırıq, daha səliqəli görsənir. Yəni düz nə də çox önəmi yoxdur onun da, nəsə. Yəni belə. İndi davam edir nəyə? Mənim bu edit səhifəm açıldı, okey. Yazılı gəlsə biz edit səhifəsində nə etməliydik? Inputları yerinə set eləməliydik. Description adı nədirsə, yəni bax bura edit elədim, burada nə yazıbsa bunu yerinə set eləməliyəm. Bunun üçün mənə bax buralara value, bir də bunun valuesunu yazmalıyam. Bu hidden silim geçsin. Bunların valuelarını yazmalıyam. Bəs yaxşı, bunun valuelarını yazmaq üçün eləməliyəm. Birinci burada biz bir SQL yazmalıyıq. İndi SQL-imiz nədən ibarətdir? Belə olacaq. Select ulduz from categories və ya ID bərabərdir $ID. Və bunu tapandan sonra biz compact-la editə göndərməliyik. Bəs yaxşı, biz bunu necə yazarıq? Yazıram $category bərabərdir where ID bərabərdir buna. İndi məsələ odur ki, bir ID-dən nə qədər ola bilər? Bir dənə. Onda fetch eləməli, yoxsa fetch ol? Fetch. Bir dənə. Fetch.
First yaza çıxdı onda. Vəsiyo, first yazırıq, qutardı, getdi. İndi gəlin bir də bunu bir də özünü return edeyim. Bir də bunun return type-ına baxın. Səhifəni refresh edirəm. Baxın, birbaşa bircə dənə array gəldi. Niyə? Çünki fetch all-da array içində arraylər idi, amma fetch-də, yəni bir dənə first-də bir dənə array-dir. Və indi mən bunu silirəm. First yazdıq. İndi bunu mən göndərirəm view-a ki, oxuya bilsin. Compact kateqori yazdıq və indi gəlirik editə. Valuesunu necə yazırıq? Bu for-a falan ehtiyac olsun ki, bir dənə gəlir bizə zaten array. Echo dollar kateqorinin içində name echo dollar kateqorinin içində description. Qutardı, getdi. Bax, editimiz də bu qədər. Baxın, gəldi. Gəl səhifəni davam edelim. Animal-a gəlim. Adı var, description yoxdur. Üçüncüyə gəlirəm. Fərqli şeylər çıxdı. Okay, edit bu qədər. İndi keçək update-ə. Bir mən update-lə qaçışdırmışdım. O görə request falan yaratdım orada. Belə. İndi getdik bura. Tutaq ki, mən burada bunun adını dəyişib qoyuram. Sport, update düyməsinə klik eləyib update eləmək istəyirəm. Nə edirəm? Yazı gəlsə biz action'a bir şey yazmalıyıq ki, save necə idisə, burada da elə. Deməli, nə etməliyik? Mən update olanda nə olmalıdır? Bax, bu save necədirsə, eyni şey update də olmalıdır. Yəni, məntiqləri birə-bir oxşardır. Nə edirəm? Public function adını yazır update. Bu edit səhifəsidir, bu update'dir, yəni update edirik. İndi normalda save-də nə edirik? Birinci validasiya yazırdıq. Gəlin o validasiyanı yazaq. Biz validasiyamızı bir qurduq. Category update request $request yazdıq. Amma burada bitmədi. Bizim normalda save eləyəndə ID-yə ehtiyacımız yox idi, amma update eləyəndə nəyi update eləyəcəyik? Onun ehtiyacımız var. Ona görə nə edirik? Bura $ID vergül yazıram. Yəni baxın, bura $ID yazıram ki, editdəki necədirsə bu da belə. Deməli ID-də gəlsin və üstə gəlsin bu şeydir, update olunacaq datalar gəlsin. İndi hələ ki bura yazıram return $request. Okay, görə bizə frontdan nə gəlir? Və indi gəlin biz bunu neyini bir ruta çıxardaq. Editdən sonra bura yazıram category update yanına xətt ID. Bu getsin update metodunu oxusun. Name olsun update. Okay, bu rutumdur mənim. İndi gəlirəm edit bu admin daxilinə. Bax, burada form action var. Artıq bura biz rutumuzu yazmalıyıq. Root yazıram bura. Kateqoriyanın içində daha çox name'ini yazıram. Category.update. Amma bu bizdən unutmayın ki, bax, bir ID tələb edəcək. Yəni siz bunu belə buraxsınız, error atacaq. Gəlin baxaq. Baxın. Deyir ki, bax 32-ci sətirdə error var. Qəşəng göstərir bizə. Bax, erroru göstərir buradır. Və görün nə deyir? Missing required parameter category.update. Nə olur? Category.update-də bir parameter missingdir. Nə etməliyəm? ID göndərməliyəm. Bəs ID necə əldə eləyərəm? Bax, biz editdə nə etmişik? Kateqoriyanı select ulduz eləyib göndərmişik. Deməli, bu nə deyib? Məndə kateqoriyanın hər bir şeyi var əlimdə. Onda bura nə yaza bilərəm? Dollar kateqorinin içində ID. Məntiqlidir? Yes. Okay. İndi nə edirik? Mən bu formu submit eləyəndə gəlməlidir. Bax, bura return $request qaytarmalıdır mənə. Gəlin baxaq. Bunun adını dəyişib qoyuram. Animal, bunun adını sport qoyaq. Bunun adını qoyaq. Sport haqqında məsələn. Update-ə klik eləyirəm. Aha. Bu erroru da görməyimiz yaxşı oldu. Yazıb ki, the post method is not supported root bu. Deməli, nədir məsələ? Web.php-yə gəlirəm. Baxın, update funksiyasının metodunu görünə qoymuşam. Axı, post olmalıdır bu. Niyə? Çünki data göndərirəm və üstə gəlirsin. Baxın, formun metodu post yazmışam. Deməli, çox yaxşı oldu bu erroru almağımız ki, siz burada metod post qoyub, burada metod get eləsəniz, bu cür error atacaq. Baxın, erroru the post method is not supported. Görəndə heç vaxt çaşmayın, tamam? Okay. İndi səhifəni dava qaytaram. Təzən dolduraq bunu. Olsun bunun adı. Sport description. Update-a klik eləyirəm.
Baxın, request-i qaytardı geriyə. Name, description. Yəni mənə postdan gələn datalarımı qaytardı. Gəlin indi nə edək? Update əməliyyatımız necə olacaq ona baxaq. Deməli, mən validasiyam burada olduğu üçün artıq bura ancaq update yazırıq. Update necə olacaq? Yenə də modelim. Amma belə bir şey var ki, bizdə metod update'dir. Yəni bildiyiniz bu create necədirsə, bax bunu kopyalayıram hətta. Burada update-də eyni cürdür. Sadəcə məsələ odur ki, siz bunu belə yazsanız nə baş verəcək? Bütün hər şeyi update eləyəcək və işdən qovulma səbəbiniz olacaq. Ona görə nə etməlisiniz? Bura where ID bərabərdir ID yazmalısınız. Bu nə edəcək? Gedib onu update eləyəcək. Və sonra nə edirik? Mənim burada bir işim bitdi və update eləyəndə mən gedib istifadəçi bir səhifə göstərməməliyəm. Yəni niyə? Return view ancaq ekrana nəsə gətirəndə olur da. Yəni mən update elədim, işim bitdi. Mənim məsuliyyətim bura qədər. Mən nə etməliyəm? Harası yönləndirməliyəm. Bu yönləndirmədə sizin öz istəyiniz, ana səhifəyə yönləndirmək istəyə bilərsiniz. Edit səhifəsinin özünə yönləndirə bilərsiniz. Müxtəlif yolları var. Gəlin biz ana səhifəyə yönləndirmək asandır. Gəlin editə yönləndirək. Niyə? Çünki ana səhifəni belə yönləndiririk. Root, kateqori, index, bax bu cürlə. Amma editə yönləndirəndə bizdən ID istəyir. Edit necədir rootu? Editdə kateqori nöqtə editdir. Və bizdən bir ID istəyir. Bu ID necə verərəm? Vergül atıb $ID yazıram, qutardı getdi. Bu forumlardakına oxşayır. Gəlin yoxlayaq. Bunu səhifəni refresh edib continue klik eləyirəm. Baxın, kateqori updated. Gəlin indi ana səhifəyə qayıdaq. Index. Baxın, bunun supportu update oldu. Gəl məsələn bunu edit deyək. Bunu qoyaq məsələn PHP update-ə klik eləyirəm. Updated və ana səhifəyə qaydaq. Index. OK. Gəl indi tutaq ki, bir validasiyanı kənara çıxaq. Məsələn, boş göndərək kateqoriyanın adını. Update-ə klik eləsəm, baxın, kateqoriyanın adını mütləq ki, doldurun. Yəni, validasiyamız işləyir. Qaldı bizdə cəmi cümləsi, bir dənə delete'imiz əsaslardan. Və sonra xırdaçılığa gələn dəstən girəcəyik. Bu sadəcə burada bir şey deyim, yaddan çıxdı, üzrlü sayın. Fikir verdinizsə, update-dən əvvəl where deyə bir metod çağırdıq. Bu where metodu 2 dənə parametr qəbul edir bizdən. Vergül bizə parametrin sayını vergüldən biləcəyiz. Birinci parametr ID, ikinci parametr value'su. Yəni bura əlindən 7 də yaza bilərsiniz. Sadəcə biz dinamik bir kod yazdığımız üçün ID bizə dinamik gəlir və biz buradan yazırıq bura ID-ni. Where əslində birinci işləmə yolu budur, digər işləmə yolunu izah eləyəcəm sizə. Çünki where bizdə çox şeydə işlənir, select-də işlənə bilər, delete-də, update-də. Hələ ən sadə where budur. Burada bir sual varmı? Aydındır. Aydındır. OK. Gəlin bir dənə onu delete-də yazıb nöqtəmizi qoyaq. Deməli, delete-də əslində heç bir view-a falan ehtiyac yoxdur. Sadəcə silib qayıdacaq. İndi delete düyməsini yan bura qoyaq. Bunun rootunu silirəm. Bu olsun danger. Bu olsun delete. OK. İndi mən nə etməliyəm? Birinci delete üçün bir funksiya yaradıram. Delete funksiyası bizdən nə istəyə bilər sizcə? Nəyi silmək olar? Bir kateqoriyanı siləndə nə lazım olur? ID-sin siləcəkdir. Bəli. ID-si var. Kolumun adı. Onun ID-si. Bəli, unique dəyəri ID-dir. Və indi belə bir sual yaxşı Adını niyə destroy qoyduq? Delete olmalıdır, hə? Ürəyin nə istəyir qoysan, Murad qoymalıdır. Hə. Heç bir fərqi yoxdur. Hə. Yəni amma keçməmişdə bir sual verim. Mən burada istifadəçinin IP-sini əldə etmək istəsəm nə edərəm? Serverdən Request-dən. request aktiv. Request necə yazım request? Serverin içində dollar altdan xətt server. Yo, o demirəm. Request. Bizim Laravel'də eləmək istəsəm. Dollar request oxla çəkirdik. Dollar request oxla çəkim, amma error var axı. Yəni dollar request bir şey yox. Error. Dollar zisiydi. Birinci nə öyrətmişdim sizə? Request-i dependency injection-la inject eləməliyəm bu metoda. Necə eləyərəm? Vergül, request. Hə.
Ha, Aynen. ya burası. Tamam. İndi dollar request nə edirəm? Bax buradan IP-yə və s. yəni nə istəyirəm çata bilərəm. Bu cürlə. Tamam. İndi təbii ki mən istəsəm əgər məcbur deyiləm, amma məcbur olmadığım üçün silirəm. Yəni ehtiyacım olsaydı belə eləyərdim. Sadəcə sizi yoxlamaq üçün bir sual verdim. İndi getdik nəyə? Silmək üçün yenə klassın adını yazırıq modeldəki və delete yazırıq və işdən atılırıq. Niyə? Çünki where yazmağı unuduruq. Where ID bərabərdir dollar ID-yə. Nə olur? Kateqoriyamı gedir ID-yə görə tapır, silir. Təbii ki, tək ID-yə görə silməyə məcbur deyilsiniz. Burada name-imi də görə tapıb silə bilərsiniz, amma ID düzgündür, əgər avtomatikləşdirib neysə siliriksə. İndi mən silməli işim bitdisə nə edirəm? Elə ana səhifəyə yönləndirirəm ki, category deleted success. Gəlin yoxlayaq görək, yoxlamazdan əvvəl root-u burada yazmalıyıq. Root-u yazmamışdan əvvəl nə edirik? Bir root yaratmalıyıq. Buraya yazaq destroy link ID istəyirəm. Çünki ID lazımdır mənə. Bu getsin bizim destroy metoduna. Bunun adını qoyaq destroy. Vəsə. İndi nə edirəm? Bunu gəlirəm, burada yazıram root category.destroy və vergül atıram, kateqoriyadakı ID-ni göndərməliyəm. Çünki bilim ki, nə esillər. Və bir də fikir verdinizsə, baxın, mən burada nə etmişəm? Yanına kateqorilər çox yazmışam. Gələn dəsə bunun təkrar yazmamağını izah edəcəm rootlarda ki, necə eləyim ki, bu rootu təkrar yazmayım. Və bir də fikir verdinizsə, ana səhifə index, create səhifəsi create, edit səhifəsi edit, update səhifəsi update, silmə səhifəsi destroy, save səhifəsi store qoyuruq adını. Bunu bütün modullara bu cür tətbiq eləyəcəyik. Çünki niyə? Bir standartı öyrəşdirək özümüzü. Bütün səhifələrin adlarını çalışdığımız qədər eyni qoya bilsək, sadəcə bir də əvvəlini fərqli qoyuruq. Məsələn, blogdursa blog, xəbərdirsə news və s. bu cür ya əvvəlini dəyişirik ki, bütün hər şeyimiz qəşəng strukturlaşsın da, yəni. O factory-sə əsasən dediyi factory-sidirsə avtomatik hansısa qaldıra bilək ayağa. Ona görə eləyirik. Yox, factory-sə sadəcə database-ə fake dataları və yaxud da real data da ola bilər, insert eləmək üçündür. Avtomatik insert eləmək üçündür. O ayrı məsələdir, hə. Tamam, indi biz destroy yoxlamadıq. Gəlin baxaq. Səhifəni refreshdirəm, delete düyməm gəldi. Gəlin ortadakı sportu silək. Delete-ə klik eləyirəm. Yenə errorumuz bum partladı. Gəlin görək niyə partlayıb. Baxın, Ahref bizə linkə yönləndirəndə biz sayt açılanda hansı HTTP metodunu açılır, kim deyər? Get. Bəli, default HTTP getlə açılır. Yəni bu linkə klik eləsəm getlə açılır. Və mən buraya yazmışam ki, kateqori destroy metoduna getsin. Və mən görün destroy post nə qoymuşam? Post qoymuşam. Bax, ona görə error atır. Error da oxuyaq. The get method is not supported. Yəni belə. Aydındır? Gəlin silək sportu. Silindi, baxın. Gəlin PHP silək. Silindi. Bu cürlə. Bunu edit eləyək. Update-ə klik eləyək. Gəldi, bura çıxdı. Bu cürlə. Bizim SQL-də artıq əllə kod yazma dövrü bitdi. Çaşıb başqa vahiyəni açıram. Bu. SQL-lə bitdi artıq SQL yazma dövrümüz. Hər şey əllə yazacağıq. Bunun avantajlarını bir daha deyirəm. 1. Asıllığı azaldır. 2. SQL-i Liboy dilə tərcümə edir. Əgər bizdə nöqtə environmentdə hansı SQL-dirsə gedir ona doğru əllə raw SQL-ə çevirir. Yəni məsələn bunu update kateqori set name bu, description bu, where ID bərabərdir bu. Yəni nədir? Getdi bunu SQL-ə çevirir, sonra arxa fonda run eləyir. Yəni biz nə PDO çağırırıq, nə execute çağırırıq, heç bir şey çağırmırıq. Sadəcə bunları yazaraq bizim ən sadə select, update, insert və s. sorğularını yerinə yetirə bilirik. Allah. Estağfurullah. Yenə
ORM yazın, oraya. Okey. ORM. Görüm nasıl qəşəng bir şəkil tapa bilirəmmi? Deməli nədir bu? Bizim bir database'imiz var, bir də kodumuz var burada. Database ilə kod arasında bir ümumiyyətlə ORM nədir? Açılışını demədim, üzrlü sayın. Object Relational Mapping deyə burada yazıb. Object Relational Mapping. Yəni biz belə izah edeyim, qısa konkret olsaq. Bax bu yazdığımız var, bunda ORM sayılır əslində bir növ. Niyə? Çünki sən burada SQL kodu yazmırsan, klassları çağırırsan, avtomatik nə olur? Obyektlər ilə SQL-i idarə edə bilirsən, yəni belə deyim qısacası. Bunun adı ORM gedir. Okey. Belə. Belə ki bunu işləyək, gələn dəstə davam edərik başqa şeylərə.